Gedəcəyimiz yolun çətinliyini anlayırdıq. Qarşımızda böyük maniyələrin olacağını da bilirdik. Heç kəs bizə inanmırdı. Amma ən çətini ilk addımı atmaq idi. Mən Elşad Ağahasanov, Akfin Qrup şirkətinin təsisçisi və direktoruyam. Mühasib peşəsi dünyanın ən çətin peşələrindən biridir. Çox məsuliyyət və disiplin tələb edən peşədir. Düşünün ki, sahibkarlar öz bizneslərinin ürəyini, yəni mühasibatlığını bizə həvalə edir və biz onların maliyyə strukturunu yenidən quraraq möhkəm bir gəmi inşa edirik. Mən Famil Rəhmətov, Akfin Qrup şirkətinin həm təsisçisi və maliyyə direktoruyam. Bəli, gördüyümüz iş çətindir. Xidmət göstərdiyimiz hər bir şirkətə fərdi yanaşmalıyıq. Problemlər fərqlidir və individuallıq tələb edir. İşimiz nə qədər çətin olsa da, hədəflərimizə hər zaman çata bilirik. Çünki gördüyümüz işin keyfiyyəti aldığımız xidmət haqqının yox, işə olan hörmətimizin qarşılığıdır. Müştərini qazanmağın ən yaxşı yolu onu məlumatlandırmaqdır. Sahibkarlara əsl keyfiyyət və peşəkar mühasibatlığın nə olduğunu göstərmək üçün ödənişsiz qismən audit kampaniyasına start verdik. Biz Best Product marketinq şirkəti olaraq 2003-cü ildən fəaliyyət göstəririk. Topdan və pərakəndə satış, supermarketlər şəbəkəsi olaraq əsas ərzaq məhsulları intixalı ilə məşğuluq. GMZ MMC şirkətinin təsisçisi, həm də direktoruyam. Şirkətimiz 2000-ci ildən fəaliyyət göstərir. Kabel istehsalıdır, elektrik kabellərinin istehsalı, həm də satışı ilə məşğuluq. Qafqaz Construction MDK 2021-ci ildən etibarən fəaliyyət göstərir. Artıq 3 ildir ki, fəaliyyətdəyik. Əvvəllər biz də fərdi mühasiblərdə çalışmışıq və əlbəttə ki, onlardan maksimal dərəcədə peşəkarlıq gözləsən də bu çox zaman ümidləri doğrultmaya bilər. Qismən audit nəticəsində qeyri-peşəkar mühasibatlığın son 3 ildə hansı zərərləri vurduğunu və sahibkarları gələcəkdə hansı risklərin gözlədiyini izah edən hesabatlar hazırladıq. Və bu hesabatlarla tanış olan sahibkarlar vaxt itirmədən bizimlə əməkdaşlığa başladılar. 1990-cı il yanvarın 1-dən biznes fəaliyyətinə başlamışam. Evrolux brendini, Bergamo və Vermont brendini yaratdım. Fəaliyyətə başlayan zaman demək olar ki, bəzi problemlərlə üzləşməyə başladım. Şirkətin mühasibat şotunun düzgün qurulması idi. Çətinliklərimiz oldu. Ekologistik şirkəti olaraq artıq uzun müddətdir ki, beynəlxalq daşımaçılıq fəaliyyəti ilə məşğuluq. Fəaliyyətimiz zamanı müəyyən oldu ki, fərdi mühasiblərlə çalışmaq şirkətlər üçün çətin olur. Ona görə də biz artıq daha peşəkar bir konsaltinq şirkəti ilə əməkdaşlıq etməyə qərarına gəldik ki, elə axtarışlarımız nəticəsində Akfin qrupla tanış olduq. Bu tanışlıqdan sonra demək olar ki, çiynimizdən ağır bir yük götürüldü. Mühasibatlıq hörümçək toru kimidir. Əgər əvvəldən mühasibat uçotu düzgün qurulmayıbsa, bundan sonra peşəkar mühasib gəlsə belə uçotu düzgün apara bilməyəcək. Təməli qüsurlu olan binanı necə ucaltmaq olar? Mühasibatlığımızı bundan öncə başqa bir konsaltinqlə aparırdıq. Bu konsaltinq şirkətində müəyyən problemlər yarandı bizim aramızda, həm də vergi xidməti ilə. Ardıcıl olaraq vergi xidmətindən bizə cərimələr gəlirdi deyə aramızda problem yarandı. Hələ də ölkəmizdə mühasibatlıq yanlış təbliğ olunur. Müəssisələrin mühasibatlığını aparan fərdi mühasib və konsaltinqlərin lazımsız saydığı cədvəl və hesabatlar səyyar vergi yoxlaması zamanı tələb olunan sənədlər siyahısında olurlar. Nəticədə vergi məcəlləsi və uçot haqqında qanunun tələbləri pozulmuş olur. Və bu halda isə maliyyə sanksiyası qaçılmaz olur. İstehsalatda mühasibat şotunu standartlara uyğun şəkildə qurmaq çox vacibdir. Hazır məhsulun maya dəyərinin necə formalaşmasını yalnız texniki cədvəllərdə müşahidə etmək olar. Bu texniki cədvəllərdəki məlumatlar həqiqəti əks etdirmirsə, biznesiniz
ciddi risk altına düşə bilər. Xidmət göstərdiyimiz illər ərzində onlarla kommunal vergi hesablamalarını ləğv eləmişik, ciddi maliyyə sanksiyalarının qarşısını almışıq, zərərə işləyən müəssisələri mənfəətə çıxarmışıq, biznes strukturunu yenidən qurmuşuq. Hətta istehsal müəssisələrində 3 illik mühasibatlığı qanun çərçivəsində bərpa etmişik. İradalı olmaq ən əsasıdır. Öz əməkdaşlarıma da bunu izah edirəm. Yalnız iradə ilə mükəmməl nəticələri əldə etmək mümkündür. 30 nəfərdən artıq əzmkar əməkdaşımızdan ibarət komandamız bu işdə sahibkarlara zəruri dəstəyi göstərməkdə yüksək nəticələr əldə ediblər. Biz bu şirkətlə çalışandan bəri demək olar ki, həm əsəbdən, stressdən, həyəcandan, bunlar hamısından azad olduq. Ciddi şəkildə azad olduq. Amma indi demək olar ki, rahat şəkildə yatırıq, yuxumuzu qaçıran heç bir şey yoxdur. Elə olur ki, mən də çox yoruluram. Amma geridə qoyduğumuz yola baxdıqdan sonra öz-özümə deyirəm. Yalnız irəli getməliyik. Müəssisələrin mühasibatlığını qüsursuz və dəqiq şəkildə apara bilmək üçün disiplinli komanda kifayət etmir. Bunu ilk başlardan dərk edirdik və beləliklə öz proqramımızı təkmilləşdirməyə qərar verdik. 3 illik əməyin sonunda bunu bacardıq. Hazırda istifadə etdiyimiz proqram təminatı, vergi məcəlləsi, maliyyə hesabatı standartları, uçud haqqında qanun tələblərinə cavab verə bilən yeganə proqramdır. Akvin şirkəti ilə çalışdığımızdan bu yana bütün hesabatlarımızı onların xüsusi tətbiq proqramları vasitəsilə vaxtında həftəlik, aylıq vergi hesabatları, digər hesabatlar hamısı bizə təhvil verilir. Bu da əlbəttə ki, işimizi olduqca rahatlaşdırır və bizim zamanımıza qənaət edir. Artıq istehsalatda xərclərin dəqiq uçutunu aparmaqla yanaşı, dolayı xərclərin bölgə hesabatını hazırlamaq da mümkündür. Proqrama ƏDV registri də əlavə etdiyimizə görə, ƏDV hesabatları üçün lazım olan məlumatları və əvəzləşmə cədvəllərini hazırlamaq bir neçə saniyəmizi alır. Bu mühasibatlıq proqramı yalnız bizdə mövcuddur. Hər bir şirkət mühasibat işlərini konsaltinq və ya fərdi mühasibə həvalə edən zaman özünü güvənc altına almalıdır. Mühasibat uçutu doğru aparılmasa, şirkətin böhrana uğraması qarşısı alınmazdır. Məhz buna görə sahibkarlarla bağladığımız müqaviləyə xüsusi bir bənd əlavə etdik. Bəli, 6.4-cü bənd. Müqavilənin 6.4-cü bəndi həqiqətən də bizi təəccübləndirdi. İlk olaraq çalışdıq ki, yəni yəqin bu bənd səhvdir. Şəxsən bizim sədrimiz Akif Aslanov da bunu çox yüksək dəyərləndirdi. Bir şirkətin, konsalt şirkətinin bunu öz öhdəliyinə göstərməsi, o şirkətin həqiqətən də necə özünə əmin, necə peşəkar olduğunu göstərir. Bu onun təzahürüdür. Qarşı tərəfi anlamaqdır. Zaten iş adamlarının prinsipi bu olmalıdır. Müqavilədəki şərtlər toplusunda 6.4-cü bənddə qeyd etmişik ki, müəssisəyə xidmət göstərdiyimiz dövr ərzində bizim səhvimiz ucbatından maliyyə riski və yaxud vergi cəriməsi hesablanarsa, bunu ödəməyi öz öhdəmizə götürmüşük. Mühasibat sotu yalnız elektron qaymələrin yazılması, bank əməliyyatlarının aparılması və yaxud sənəd dövriyyəsindən ibarət deyil. Mühasibat sotu müəssisənin gəlirlərinə və xərclərinə nəzarət edən, xarici və daxili ünsürlərdən qoruyan, müəyyən qanun və prinsiplər əsasında çalışan bir mexanizmdir. Bu qayda və qanunlara əməl edilmədiyi təqdirdə bütün mexanizm öz əhəmiyyətini itirir. Bu prinsiplə sahibkarlarla bir müddət əməkdaşlıq etdikdən sonra vergi yoxlamaları zamanı özləri də şahid oldular ki, mühasibat sotu düzgün aparıldığı təqdirdə heç bir zərmədən söz gedə bilməz. Ölkə iqtisadiyyatına və sahibkar cəmiyyətinə faydalı ola bilmək üçün müxtəlif forumlarda, tədbirlərdə təşkilatçı və ya sponsor olduq. Biznes iştirakçılarına mühasibatlıq və maliyyə məsələləri ilə bağlı məlumatlar verdik, hədiyyələr təqdim etdik.
Əlbəttə ki, xalqımızın gələcəyi olan gənclərimizi uğurlu biznesin sirləri barədə məlumatlandırmağı da unutmadıq. İllər öncə qarşımıza qoyduğumuz məqsədə çatacağımıza heç vaxt şübhə etmədim. Çünki bir gün alnımızdan axan tərin sevinç göz yaşları ilə əvəz olunacağına əmin idim. Əldə etdiyimiz hər bir müsbət nəticədən qürur duyuruq və bunu hər kəsin bilməsini istəyirik. Başda Elşad müəllim olmaqla Akfinin bütün əməkdaşlarına təşəkkür edirəm. Bizə qatdıqları dəyərə görə. Mən onlara uğurlar arzu edirəm. Akfin qrupunun rəhbərliyinə, həm də əməkdaşlarına gələcək peşəkar işgüzar karyeralarında, həyatlarında uğurlar arzu edirəm. Gerçəkdən biz də Akfin şirkətinə çox minnətdarıq. 100 ildə keçsə biz bu şirkətlə əməkdaşlığa hazırıq. Düşünürəm ki, hər fəth etdiyimiz zirvə növbəti zirvələri aşmaq üçün bizə stimul yaradır. Akfin qrupun artıq 5 yaşı tamam oldu və bu illər boyu müvəffəqiyyət hekayəmizi yazmaqda bizə dəstək olan komandamıza və müştərilərimizə təşəkkür edirəm. Necə deyərlər, Akfin qrupla görülən iş dəqiq, çevik və etibarlıdır.